Bu edəcəyim tövsiyə əsasən gənclərə aiddir. Bugünkü cəmiyyətin ən böyük problemlərindən biri, ən böyük xəstəliklərindən biri sekulyar düşüncədir. Xüsusilə də gənclərin qarşılaşdığı daxili təzyiqlər və mənəvi sıxıntılar əsasən bu sekulyar düşüncədən qaynaqlanır. Yəni, həyatın mərkəzinə sadəcə dünyanı və maddiyyatı qoymaq. Bəzi insanlar var ki, öz çarəsizliklərini, öz narahatçılıqlarını başqalarına da ötürərlər. Yəni, bu insanlarla oturduğunuz zaman İlk edəcəkləri söhbət, açacaqları mövzu əsasən qardaşım, iş məsələsi necə oldu, maşın məsələsini nə etdin, ev məsələsi nə yerdə qaldı kimi mövzulardır. Bunlar özləri depressiyada olduqları kimi sizi də depressiyaya salarlar. Əslində bu suallar maraq kimi görülsə də, bu sualların altında onların öz qorxuları yatır. Onlar dünyanın yeganə həqiqət bildikləri üçün, yəni həyatın sadəcə maddi yönünə fokuslandıqları üçün, axirət düşüncəsi bu insanlarda formalaşmadığı üçün və ya tam formalaşmadığı üçün maddi çatışmamazlığı faciə olaraq görərlər. Bu da insanı daxili narahatlıq, özünü başqaları ilə müqayisə etmə və təzyiqlərə yol açar. Biz unutmamalıyıq ki, bu həyatın mənası sadəcə yemək, içmək, iş, ev, maşın sahibi olmaq, sosial statusdan ibarət deyil. Yəni bu bir ölçü deyil. Allahın rızasını əsas tutan bir şəxs bilir ki, ruzi Allahdandır və bu həyatın imtahanları səbirdən, təvəkküldən keçir. Sekulyar düşüncə, yəni dünyanı və maddiyyatı əsas dəyər olaraq görmək insanları tədricən mənəviyyatdan uzaqlaşdırır. Bu düşüncə hardan bizə yoluxdu desək, Sovet ideologiyası və komünist rejimindən. Komünizm öz mahiyyətində ateist bir ideologiya idi və dinin insanlar üzərində olan təsirini sıfırlamağa çalışırdı. Yəni ki, illər boyu dini dəyərləri sıxaraq insanı sadəcə maddi ehtiyaclarını təmin edən bir varlıq olaraq təqdim etdi. Yəni bu anlayışa görə insan yeyər, içər, işləyər, evlənər və bu şəkildə həyatını başa vurar. Sən bunlara sahib oldunsa, başqa sənə nə lazımdır ki, düşüncəsi? Halbuki bu düşüncə insanı heyvan statusunda görmək deməkdir. Biz kainata baxdığımız zaman kainatda elə bir varlıq yoxdur ki, istər canlı, istər cansız, qayəsiz, hikmətsiz, məqsədsiz, vəzifəsiz olsun. Biz günəşə baxdığımızda onun bir qayəsi, bir hikməti var. Suya baxdığımızda bir hikmət var. Ağaca baxdığımızda, qarışqaya baxdığımızda fərq etməz. Canlı, cansız hər bir şeyin bir hikməti, bir qayəsi var. Heç bir şey boşuna yaradılmamışdır. Necə ola bilər ki, hər şeyi hikmət çərçivəsində yaradan Allah Azə və Cəllə insanı hikmətsiz, məqsədsiz, başıboş buraxsın. Allah Azə və Cəllə Quran-ı Kərimdə buyurur ki, həqiqətən biz insanı ən gözəl biçimdə yaratdıq. Və ayənin ardından bizə xəbərdarlıq edir. Deyir ki, ondan sonra onu aşağıların aşağısına, yəni heyvandan da, hətta ondan da aşağı bir səviyyəyə saldıq. Çünki heyvanlar Allah Azə və Cəllənin onları verdiyi vəzifə çərçivəsində çalışar və digər təbii ehtiyaclarını da qarşılayar. Məsələn, deyək ki, inəyin vəzifəsi süd verməkdirsə və ya arının vəzifəsi bal verməkdirsə, bu vəzifə çərçivəsində çalışar və digər təbii ehtiyaclarını da qarşılayar. Ancaq insan Allah Azə və Cəllənin ona verdiyi vəzifəni, qulluq vəzifəsini, onu tanımaq vəzifəsini tərk etdiyi zaman sadəcə öz təbii ehtiyaclarını qarşılayan bir varlıq, bir məxluq halına gəlir. Və bu da insanı digər varlıqlardan aşağı bir səviyyəyə salmış olur. Yaxşı, komünizm nəticəsində nə oldu? İnsanlar Allahı unutdu, mənəvi boşluq, narahatçılıq, dəyərlərin aşılanması, yəni insanı sadəcə maddə ilə izah etməyə çalışmaq. Bu insanı yarımçıq görməkdir. İnsan sadəcə maddədən ibarət bir varlıq deyil ki. İnsanın maddi ehtiyacları olduğu kimi mənəvi ehtiyacları da var. Çox təəssüflər olsun ki, hissləri dağıldıqdan sonra bu düşüncə hələ də cəmiyyətdə, bəzi ailələrdə, məktəblərdə, şuuraltı təlimlərdə hələ də yaşayır. Yəni ilk öncə pul qazan, sonra baxarsan. Əsas evin, işin, maşının olsun. Din yaxşı bir şeydir, namaz yaxşı bir şeydir. Ancaq ki, bugünün reallığı başqadır. Yəni müasirlik var. Kimi? Düşüncələr. Yəni bu düşüncələr insanı dəyər baxımından çox aşağı səviyyəyə salır. Yəni unutmamalıyıq ki, bizi digər varlıqlardan fərqləndirən cəhət ağlımızın, iradəmizin olmasıdır. Yəni ki, biz sadəcə bu ağlımızla ancaq təbii ehtiyaclarımızı qarşılamaq üçün yaşasaq, bu öz fitrətimizə zidd olmuş olur. Ona görə də bu tip insanlarla qarşılaşdığımız zaman o insanlara nəsihət edin. Nəsihət almasalar, çalışın mövzunu dəyişin ya da oranı tərk edin.
Hani sənə deyə bilərlər, qardaşım, zaman dəyişib, əsr dəyişib, müasirlik var falan. Bunlar aldadıcı ifadələrdir, yəni şeytani ifadələrdir. Müasirlik dediyimiz şey hər dövrün insanına görə öz dövrü müasirdir. Məsələn, 30 il bundan öncə insanlar özünü müasir bilirdisə, biz günümüzdə onları geridə qalmış, özümüzü müasir bilirik. Və bizdən sonra gələn nəsillər də bizi geridə qalmış, özlərini müasir biləcəklər. Demək ki, müasirlik zamana görə dəyişən bir şeydir. Ancaq dəyişməyən tək bir həqiqət var ki, o da Allah Azə və Cəllənin Quran-ı Kərimdə buyurduğu kimi hər canlı ölümü dadacaqdır və siz bizə qaytarılacaqsınız. Yəni, dəyişməyən tək həqiqət haqq hesab gününün olması, cənnət və cəhənnəmin varlığıdır. Bunlar dəyişmir. Ona görə də bu kimi aldadıcı ifadələrə aldanmayın. Bu şeytani ifadələrdir. İnsanın nəfsini təhrik edən ifadələrdir. İman və ibadət çərçivəsində çalışın, əlinizdən gələni edin. Gələcəyi düşünərək, nəticəni düşünərək özünüzü yormayın. Çünki bu sizə aid olan bir şey deyil, bu Allaha aiddir. Ümumiyyətlə, gələcəyi düşünmək, gələcəyi planlamaq insanı yorar, insanı psixoloji xəstə edər. Çünki insan gələcəyi planlayaraq ona bir şəkil vermiş olur və o beynində qurduğu şəkil, planı səbirsizliklə gözləyər. Və həmin an gəldiyi zaman o planladığı şey istədiyi kimi olmadıqda dərin bir ümidsizliyə düşər və bu insanı maddi və mənəvi xəstə edər. Bütün maddi xəstəliklərin başı mənəviyyatdan qaynaqlanır. İnsan nə qədər mənəvi xəstə olarsa, maddi o qədər də xəstəlikləri artar. Ruh nə qədər sağlam olarsa, fiziki bədən də bir o qədər sağlam olar. Ona görə də unutmayın ki, narahatçılıq heç bir şeyi dəyişdirməz. Ancaq Allaha güvənmək, ona təvəkkül etmək hər şeyi dəyişdirər. Allaha əmanət olun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.